Axşamınız xeyir olsun əziz dostlar, qardaşlar, hamınızı salamlayıram. Biz Emin qardaşımızın evinin önündəyik. Artıq sizlərin dəstəyi ilə tikilən möhtəşəm evin önündəyik. Əvvəllər daxma önündə sizlərə çəkiliş çəkirdik. İndi isə gözəl, möhtəşəm evin önündə. Bu çəkilişi qısa çəkməkdə məqsədim sizlərdən xahişim. Bizə dəstək olun. Dəstək olun ki, biz də evimizin tikinti işini başa çatdıra bilək. Bugün 4-cü gündür, cuma axşamıdır. Bu axşam bütün edilən dualar Allah dərgahında inşallah ki, qəbul olunur. Hər birinizdən xahiş edirəm ki, bu ailəyə, Veteran ailəsinə əlinizdən gəldiyi qədər maddi kömək göstərəsiniz. Allah canlarını sağ eləsin, Allah köməklərində dursun. Bizə kömək eləsinlər. Allah xatirinə bizə kömək eləsinlər. Allah hamısını canını sağ eləsin. Allah hamısını qoysun, bərəkətin bol eləsin. Allah hamısını balasını saxlasın, balasını xoşbəxt eləsin. Bizlərə belə kömək elə. Biz də sizin sayənizdə bu gözəl evimizdə yığışaq. Biz də o gözəl şəraiti görək. Bunun hamısı sizlərin sayəsindədir. Allah sizlərə dəyməsin. Allah sizlərə ömür versin. Can sağlığı versin. Amin. Artıq nə deyə bilərəm? Birinci can sağlığıdır. Allah sizlərə can sağlığı. Təşəkkür. Biz də elə o can sağlığını hər bir kəsə arzu edirik. 288 manat yardım toplamışıq. Amma borcumuz 5000 manatdan artıqdır. Hər birinizdən xahiş edirəm, mümkün qədər yardımcı olun bizə. Allah yolunda dəstəyinizi, köməyinizi bizlərdən əsirgəməyin. Biz də bir vətənimizdə bir evi olmayan bir imkansızın evini tikib qurtara biləyik. Sağ olun, Rəbbim hamınızdan razı olsun. Bu çəkilişi izləyən hər bir kəs. Dualarımız həmişə sizinlədir inşallah. Hamısının köməyində dursun. Allah hamısını